Yaddaş pozuntusu, Alzheimer xəstəliyi kimi tanınır. Bir çoxları bu xəstəlikdən əziyyət çəkdiyini bilmir. Amma deyirlər, yaddaşın pozulub, yəqin yaşla bağlı da qocalırıq. Amma bu bir xəstəlik kimi dünyada təsnifləndirilir. Bunun simptomları məlum, bunun müalicəsi var deyirlər, bundan sağalanlar var deyirlər, əziyyət çəkənlər var illərlə. Bu barədə maraqlı bir süjetimiz var. Aygün Məmmədova bildirir ki, Alzheimer xəstəliyi 3 mərhələdən ibarətdir. Həmişə təkrarladığı adı tapa bilmir və tədricən bunlarda yuxu pozğunluğu, başda gərginlik, boyunda gərginlik, hövsələsizlik və höcətlik əmələ gəlir. İkinci mərhələdə isə xəstə gündəlik vərdişlərini unudur. Evladlarının, ailə üzvlərinin adlarını bəzən qarışdırır, bəzən onun kim olduğunu bilmir. Amma bunlarda keçmiş yaddaş, yəni uşaqlıqda, gənclikdə yaşadığı yaddaş çox gözəl olur. Özlərini xəstə hesab etmirlər və yaddaş zəifliyi olduğunu belə inkar edirlər. Nevroloqun sözlərinə görə bu mərhələdə xəstələrdə tədricən emosional kütlük, həyəcan və qorxu yaranır. İkinci mərhələnin sonlarına doğru isə halüsinasiyalar müşahidə olunur. Üçüncü stadiyada artıq xəstə demək olar ki, hansı fəsildir, ən yaxın adamlarını belə tanıya bilmir, qızıdırmı, kimdirmi deyə bilmir. Bunları tək buraxmaq çox çətindir, çünki bunlar evi yandıra bilərlər, qazı açıq qoya bilərlər, pəncərəni aça bilərlər, özlərini bilməz körpə uşaq kimi ata bilərlər.